Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün almadan həm cemini, həm də sirkəsini hazırlayacağam. Biraz almam var idi. Gördüm ki, artıq tam dəyib, xarab olmaq üzrədir. Düşündüm ki, bundan nə hazırlaya bilərəm? Həm sirkəsini, həm də cemini hazırladım. Bunu necə hazırladım? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? Gördüyünüz kimi almanı doğramışam, çürüyünü ayırmışam, xırda-xırda doğrayıb balona əlavə edirəm. Üzərinə 2 yemək qaşığı bal əlavə edirəm. Qeyd edim ki, bal öz məhsulumuzdur, tam təbiidir. Və üzərinə su əlavə edirəm. Biraz da noxud əlavə edib bunu yaxşı-yaxşı qarışdırıram. Əgər sizdə üzüm sirkəsinin analığı varsa, bunun içərisinə analıq da əlavə etmək olur. Məndə olmadığı üçün əlavə etmədim. Və bunu yaxşı-yaxşı qarışdırıb, ağzını salfetka ilə bağlayıb, bunu kənara qoyuram. Bunu 15 gün dayanmadan hər gün bir dəfə qarışdırırıq. Bunun tam resepti səhifəmdə var. Kim istəyirsə izləyə bilər, baxa bilər oradan. Və qalan almalarımı da qabığını soyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Gördüyünüz kimi almaların da qabığını soydum, içərisini təmizləyib bunları da 2 yerə bölürəm. Həm asan, həm də tez başa gələn bir cemdir. Piroqlarda, bulkalarda istifadə edilə bilən bir cemdir. 1 kilo 700 qram təmiz soyulmuş alma qaldı. Bunun içərisinə yarım kilo şəkər tozu əlavə edəcəm. Alma çox şirin olduğu üçün bunun şəkərini biraz az əlavə edirəm ki, tam da şirin olmasın. Səhifəmdə bir neçə növdə həm cemini, həm sirkəsini hazırladığım videolarım var, paylaşmışam. İstəsəz oradan girib izləyə bilərsiniz. Almanı da hamısını doğradım və qazana əlavə etdim. Üzərinə yarım kilo şəkər tozu əlavə edirəm. 1 stəkan da su əlavə edib bunu bişməyə qoyuram. Gördüyünüz kimi artıq qaynayır. Bunu qaşıqla bu formada əzirəm. Artıq rəngi də dəyişib, bişmək üzrədir. Bunu biraz kartof əzənlə əzəcəm ki, biraz yumuşaq formada olsun. Bunu kartof əzənlə əzirəm, amma yenə də görürəm ki, yox, tam istədiyim kimi olmadığı üçün bunu blenderdən də keçirdəcəm. Siz istəsəz bunu bu formada da istifadə edə bilərsiniz, amma bu mən ürəyimcən olmur belə bu formada, içində düyünlər qalar kimi. Mən bunu blenderdən keçirirəm ki, tam hamar olsun, pürüzsüz olsun. Artıq gördüyünüz kimi cemimiz hazır oldu. Asan və tez başa gələn alma cemimiz hazır oldu dəyərli izləyicilərimiz. Bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. 2 banka bir də qabda çıxdı mənim bu alma cemim. Gördüyünüz kimi görüntü möhtəşəm, dadı möhtəşəm. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər sağ olun. Allah əmanət olun.